Kərbəlayı, sənə Xırdalanda 84 kvadrat. Bu gördüyün, bax bu şəxsən bu gördüyün binada məkan haradır? Bir dənə buranı da çək. Bax qardaş, düz bu binada sənə möhtəşəm 84 kvadratda orijinal əlində kupson, ipoteka yaralı bir dənə ev təqdim edirəm, möhtəşəm. Keç evimizdən tanış olaq. Sən dəbdəbəli ev axtarırsan və dizaynı möhtəşəm olsun. Elə bir şey olsun ki, hər şey evin sırf dizaynına uyğun əşyalar olsun. Baş üstə. Hal-hazırda sizə göstərəcəyim bu ev. Bilirsiniz, nəyə gözəldir. Evdə hər şey yerində qalacaq və şəxsən sənə təhvil veriləcək. Evdə gördüyün köhnə teypdən tutmuş, şəxsi əşyaları, yəni bəzi şeylər çıxmaq şərtilə qalan hər şey evdə möhtəşəm dizaynla hazırlanıb. Deməli, sizlərə möhtəşəm bu günləri ev təqdim edirəm. Gəl Kərbəlayı. Evin gözəlliyi, evin əşyaları, bütün konseptlər hamısı evə uyğundur. İki tərəfdən də giriş, yəni balkona çıxışı falan, balkonu da göstərəcəm sizə. Evdən nə görürsünüzsə yerində qalacaq, elektronikası da, əşyaları da. Görək alınsa bəlkə, Kərbəlayı, alınsa bəlkə bunu da götürdük. Görək axırını alır. Hər nəysə. Baxın bir dənə bu şkaflara falan, hər şey gözəldir, möhtəşəmdir. Gəlin də bir dənə sənə kuxnanı təqdim edeyim. Bura bizim kuxnamızdır. Gördüyün hər şey yerində qalacaq. Kərbəlayı, buyur. Bu səfər səndən xahiş edirəm, zəhmət olmasa çıx balkona çək və göstər ki, biz hardayıq. Göstər ki, bura haradır. Göstər ki, bu sentralni yerimiz haradır. Bura hansı restoranın yanıdır. Nədir, nə deyil? Kərbəlayı, göstərdin, gəl. Gəl, başqa dönüm, gəl. Gəl, indi gör sənə nə göstərirəm. Kuxnada çıxdın, hamam, belə bir hamamımız. Sanuzel hardadır, o da burada. Buyur Kərbəlayı. Bu da sənə sanuzerimiz, yəni ayaq yolu və geniş, otağın öz aboylarına qədər fərqli dizaynda işlənmiş belə bir evimiz çıxır satışa. Bu da bunun yataq otağı idi. Deməli, mənim əzizim, sən bu videoya baxırsansa demək sən həqiqətən də 114 əmlakın real alıcısısan. Demək, əzizlərim, əziz dostlar, bu evimiz dəyər dəyməzdən satışa çıxır. Qiymət 121.500 manata. Real alıcı. Sənin nəzərinə çatdırıram ki, əlimizdə kupçası yerindədir. İpotekaya yararlı. Sənə nə deyim? Bax, ipoteka hazır, sənədin hazır, nə qalır? Götürüb paltarlarını evə girəsən. Allah alana da, satana da xeyir eləsin.